Və bıçaqla da eyni yəni situasiyadır, yoxsa bıçaqda Demək artıq olar bir ki, qədər fərqlidir? bıçaq da çox təhlükəlidir, təbii ki, odlu silah kimi və gördüyümüz qədərilə bıçaqla daha çox hadisələr ola bilir, nəinki odlu silahla. Ona görə də bıçaq da fikir verilməli bir məqamlardan biridir. Bəli, məsələn, belə deyək, aşağı nahiyədən adətən hücum olur. Bizim əsas məqsədimiz hücum xəttinin üzərində qalmamaqdır. Yəni, bu hücum xəttidir hesab edək, mən bunun üzərində qala bilmərəm. O üzərimə gəlir, mən bunu tutsam da, bu burada uzadıb mənə çata bilir. Əsas məsələ hücum xəttindən yayınmaqdır. Bunun üçün də bizim 45 dərəcə dediyimiz qırağa çıxma versiyası var. Və mən burada qırağa doğru çəkilməliyim. Bir, gövdəmi uzaq tuturam, əllər X şəklində blokluyur ki, bıçaq gəlib bizə çatmasın, əlimizə, qolumuza dəyə də bilər. Amma əsas odur ki, vacib orqanlara dəyməsin. Rəqibi zərərsizləşdirib birinci növbədə fikrini yayındırırıq. Udar. Ondan sonra qabağa doğru, üzərinə doğru getdik və buradan da əlindən bıçağı aldıq. Dəqiq bilirəm ki, o vəziyyətdə olan insan artıq ağrıdan, yəni heç bir halda düşünməyəcək. düşünməyəcək.